Salam əziz şagirdlər, yenidən sizləri xoş gördük. Mən FM Akademinin tarix müəllimi Hüseynov Faiq. Bugünkü test sınaq mövzumuz Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. İlk testimiz AXC-nin 2-ci hökumət kabineti 2-ci hökumət kabinetinə aid uyğunluğu tapacaq səciyyəvi cəhəti. Diqqət edirik. 2-ci hökumət kabineti Gəncə şəhərində 1918-17 iyunda təşkil olunur. Bir var. Vətəndaşlıq haqqında qanun 4-cü hökumət kabineti dövrünə aiddir. 2 çıxırıq. Vətəndaşlıq haqqında qanun 19-11 avqustundadır. Olmaz. Sonra Bakı şəhərində, yəni 2-ci hökumət həm Gəncədə, həm də ki Bakı şəhərində fəaliyyət göstərir. 1-3 var. Dövlət quruculuğu tədbirlərinin keçirilməsi. Bəli, yəni ordunun yaradılması 2-ci hökumət kabinetinin Gəncə dövrünə aiddir. Cavab 1, 3, 4-dür. Xalq Cümhuriyyətinin xarici siyasət istiqamətində gördüyü tədbirləri müəyyən edək. Bakı Universitetinin açılması mədəni tədbirdir, ölkə daxilidir. Vətəndaşlıq haqqında qanun dövlət quruculuğudur, yəni bu da olmaz. Qacar dövlətlə dostluq müqaviləsi doğrudur, 20-ci ilin 21 martında. Qarabağ general qubernatorun yaradılması 19 yanvarın 8-i, bu da dövlət quruculuğudur. 3 rəngli bayraq 18-9 noyabrda dövlət quruculuğudur. Cavab C bəndidir uşaqlar. Cavab C bəndidir. Növbəti sualımız AXC-nin mədəni quruculuq tədbirlərinə aid deyil, aid olmayanı tapmalıyıq. Deməli, diqqətlə baxsaq görəcəyik. Türk dilinin dövlət dili, ən söhbət Azərbaycan türkçəsinin dövlət dili elan edilməsi, bu doğru variantdır. Məktəblərin milliləşdirilməsi haqqında qanun, bu da doğru variantdır. Bakı Dövlət Universiteti, bu da mədəni tədbirdir, doğru variantdır. Əlifba İslahat Komissiyasının yaradılması, bu da doğru variantdır. Mədəni tədbirdir. Cavab E bəndidir, bu sosialistlərə aiddir. Ümumiyyətlə, AXC-nin heç bir yaxın əlaqəsi olmayan, ümumiyyətlə, Xalq Cümhuriyyətinin yaradılmasında iştirak edən insanlar xalq evləri deyilən təşkilat yaratmamışdır. Fəhlilər arasında mədəni maarif işlərini aparan ancaq sosialistlər idi. Deməli, AXC hökumətlərinin Tiflis-Bakı dövrünə aid ümumi cəhət. Biz burada sual tapmaq üçün ilk növbədə bilməliyik Tiflis dövrü 1918-in 28 mayından 17 iyununa kimidir. Bakı dövrü 1918-in 17 sentyabrından 20-nin 27 aprelinə qədərdir. Gəlin baxalım. Parlament fəaliyyət göstərməsi. Parlament ancaq Bakı dövründə fəaliyyət göstərir. Bizə lazımdır ümumi cəhət, hər ikisinə ortaq olsun. Müəssisələr məclisinə seçkilərin keçirilməsi. Keçirilməsi haqqında qanun qəbul olunsa da, amma seçkilər keçirilməyib heç vaxt. Hökumət kabinetlərinin yalnız Petar xan Xoyskidən başqa Nəsib bəy Yusuf bəy 4-cü və 5-ci hökumət kabinetinin başında olub, o da olmaz, yəni C bəndi də səhvdir. Sonra, müəyyən müddət Milli Şura fəaliyyət göstərib həm Bakı dövründə, həm də ki, yəni Tiflis dövründə. Doğru variantdır. Bunu biz düzə hesab edəcəyik. Cavab D bəndidir. Bakı Xalq Komissarlığı və Sentral Kaspiya diktaturası, yəni Tiflis dövründə, bir də Gəncə dövründə. Bakı dövründə artıq bu nə Sentral Kaspiya var idi, nə də ki, Bakı Xalq Komissarları. Cavab E bəndi olmaz. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət istiqamətində gördüyü tədbirləri müəyyən tədbirlərə daxildir. Tədbirə daxildirsə biz fikir verək indi. Xarici siyasətlə bağlı olanları tapmalıyıq. Bakı Universitetinin açılması mədəni tədbirdir. Azərbaycan vətəndaşlığı haqqında qanun dövlət quruculuğu tədbirdir. Qacar dövlətlə dostluq müqaviləsi bu xaricidir. Sonra Qarabağ general qubernatorluğun yaradılması bu deməli dövlət quruculuğu tədbirdir. 3 rəngli dövlət bayrağının qəbulu isə bu da dövlət quruculuğudur. Cavab C bəndidir. Bu sual üzrlə hesab edin, təkrar düşüb. Deməli biz burada illərə baxa bilərik. Onun illərini sizə deyim. Bakı Dövlət Universiteti 19 noyabrın 15-də fəaliyyət göstərir. Vətəndaşlıq haqqında qanun 19-un 11 avqustudur. Qacarlarla müqavilə 20-nin 21 martıdır.
Qarabağ General Qubernatorluğu 19-un 8 yanvarıdır. Hüseyni Bayraq 18-in 9 noyabrıdır. Neysə, əlavə suala. Əlbəttə suala keçid edirik. Uyğunluğu müəyyən edin. Xalq Cümhuriyyətinin 18-19-cu illərə aid gördüyü tədbirləri tapaq görək. Hansılardır? 18. Ərzaq məhsulları ölkədən kənara 18-in iyunun 23-üdür. Deməli, 1-ə A bəndidir. Sonra, Dövlət Bankının açılması 19-un sentyabrıdır. Bir dəqiqə. 19-un sentyabrıdır. 19-un sentyabr. Deməli, 2-yə aiddir B bəndi. Sonra, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Versalsur Konferansının Ali Şurası tərəfindən de facto. Bu, artıq 5-ci Hökumət Kabineti dövrünə aiddir. Bu, 20-ci ildədir. C bəndi heç birisinə olunmur. C bəndi olanları çıxsaq, elə D bəndindən çıxırıq. B bəndindən çıxırıq. E bəndindən çıxırıq. C bəndindən çıxırıq. Qalır 1-ə A, E, 2-ə B-dir. Baxaq. 1-ə tutaq ki, E bəndidir. Məktəblərin milliləşdirilməsi 1918, 28 avqust. 1, A, E. Hətta məktəblərin milliləşdirilməsi məsələsi bu mədəni tədbirdir. Azərbaycan Xalq Cümhuriyyəti yalnız və yalnız bir sahədə milliləşdirmə aparıb. O da təhsil sahəsində. Yerdə qalan bütün məsələlərdə yəni sahibkarlara azadlıq, sərbəstlik vermişdir. Deməli, cavab burada A bəndi olacaq. Bunu qeyd edək. Cavab A bəndidir. Xalq Cümhuriyyətinin iqtisadi tədbirlərinə aiddir. Gəlin baxaq görək, aid olan varmı? Baxaq. Azərbaycan neftinin Batum liman vasitəsilə Qərbi Avropa ixracı qaydasına salınması, ixracının qaydaya salınması. Bir bəli, bu təbii ki, iqtisadi tədbirdir, amma hətta bunun iqtisadi, xarici iqtisadi əlaqədə götürə bilərlər. Bir var. İqtisadiyyatın əsas sahəsi olan neft sənayesi, ümumiyyətlə, AXC təhsildən başqa milliləşdirmə aparmayıb, 2 olmaz. Torpaqların pulsuz olaraq kəndlərə paylanması. Bu düşünülsə də, amma həyata keçirilmədi. İşğal oldu, işğaldan sonra da bu proses həyata keçirilmədi. Layihə hazırlanmışdı amma. Deməli, sonra diqqət edirik. Respublika ərazisində azad ticarətin məhdudlaşdırılması. Ümumiyyətlə, ticarəti azadlıq verib məhdudlaşdırmayıblar. Bu da olmaz. Milli pul vahidi manatın dövrəyə buraxılması. Doğrudur. Deməli, 5 cavab da 5 olmalıdır. Bir də görə hansı dedi? 1 ilə 5. 1 ilə 5 isə cavab D bəndidir. AXC-nin 18-ci il avqustun 28-də qəbul etdiyi qərarın mahiyyətini müəyyən edin. Bu, mədəni tədbir olan məktəblərin birləşdirilməsi ilə bağlıdır. Bu, vətəndaşlıq haqqında qanunlandı. 1 olmaz. 1 olmursa, deməli, neyinirik? 1 olmursa, deməli, A bəndini çıxırıq. A bəndini çıxmış oluruq. Macalaşdıraq ki, rahat görəsiz. A bəndini çıxmış oluruq. A bəndini çıxırıqsa, aha, A bəndi, üzrlə hesab edin suallar, E bəndini çıxdıq. İbtidai məktəblərin təhsilinin türk dilində aparılması məcburi sayılır. 2 var. Bir də ki, təhsil müəssisələrinin birləşdirilməsi nəzərdə tutulan fərman verilməsi. 2-5-dir cavab. Cavab D bəndidir. İndi gəlin baxaq, niyə digər variantlar olmur. Respublika ərazisində Azərbaycan dilinin dövlət bu dil haqqında qanunlandır. Yəni 18-27 iyundur. Dövlət idarələrində rus dilindən istifadə qadağan edilməsi. Bu dil haqqında qanuna görə idi, ona görə olmaz. 3-4-dən görə olmur. Cavab 2-5-dir. Azərbaycan Xalq Cümhuriyyətində 18-ci il iyunun 26-sında verilmiş fərmanın məzmunu. Təbii ki, bu ordunun yaradılması ilə bağlıdır. Cavab burada E bəndi olacaq. Aha. Uyğunluğu müəyyən edək. Gəncə dövrü, Bakı dövrü. Gəncə dövrünə aid olanları tapaq. Dövlət dilinin, yəni Azərbaycan türkçəsi kimi elan edilməsi 1A-dır, yəni Gəncə dövründədir. Gəncə dövrü 1918-in 17 iyunundan, qoy yazaq elə burada,
1918-in 17 iyunu. 17 iyun. Bir də ki, 1918-in 17 sentyabrına kimidir. Bu Gəncə dövrüdür. Əvvəlcə bunu tapalım. Cümhuriyyət ordusunun əsasının qoyulması. Bəli, biri A-dan B-dir. Yəni, Cümhuriyyət ordusu da 26 iyunda yaradılır. 1 AB-dir. 1 AB-dirsə, E bəndini, D bəndini, C bəndini çıxırıq. Yerdə qalanlara baxaq. Gəlin, yoxlayaq 2-yə. Azərbaycan parlamentinin öz işinə başlaması. Bakı dövrüdür. 1918 7 dekabr. 2 təbii ki, C olmalıdır. C isə cavab E bəndidir. Bir D-yə baxaq. AXC-nin müstəqilliyin Antanta tərəfindən 1920-ci ilin 11 yanvarında Bakı dövründə tanınır. Cavab E bəndidir. Dostluq sülh müqaviləsi isə Osmanlı ilə. Sülh və dostluq müqaviləsi isə bu Tiflis dövrünə aiddir. Ona görə olmaz. Cavab baxırıq. Cavab E bəndi oldu. Növbəti sualımız. AXC-nin daxili siyasəti və xarici siyasəti. Əsgəran döyüşündə Daşnaq qüvvələrinin məğlub edərək Xocalının azad edilməsi. Bu daxili məsələ idi. Yəni, təbii ki, daxildə olan ermənilərlə mübarizə aparırdıq. 1 B bəndidir. Sonra, Azərbaycan Kommunist Partiyası 20-ci ilin, Əsgəran döyüşü 20-nin 2 martıdır. Kommunist Partiyası isə 20-ci ilin fevralındadır. 1-ə B-dir. Sonra, ABŞ və Böyük Britaniya sazişləri imzalanmışdı. Bir də Qacar dövlətinin ərazisində diplomatik səfirliklər 21 martdan sonra, 20-ci 21 martdan sonra fəaliyyətə başlamışdı. Cavab E bəndidir. Növbəti sual. Yəni, bu Ermənistanla Qarabağ müharibəsi tamamilə başa çatdırılmamışdı. Bundan sonra da bildiyiniz kimi 2020-yə qədər məsələ davam edirdi. Olmaz. Yəni ermənilərlə Qarabağ məsələsi tamamilə öz həllini tapmamışdır. Yəni, heç birini daxili siyasətə aid, nə xarici siyasətə. Qarışdırmayasınız deyə qeyd elədim onu. AXC-nin tədbirlərinə aid uyğunluğu müəyyən edin. Bu, dövlət quruculuğu tədbiri olsun, iqtisadi tədbir, bir də mədəni tədbir. Ayıracağıq. Vətəndaşlar haqqında qanun 19-un, belə qısa yazaq, 19-un 11 avqustundadır. Yaza bilmirik hələ ki, rüsqamız imkan vermir. 19-un avqustun 11-indədir. Bu dövlət quruculuğudur. 1-ə aiddir, deməli A bəndi. 1-ə A bəndidir. Parlament fəaliyyətə başlaması 7 dekabr 18-ci il. 1-ə A-dan B-dir. Dövlət bankının açılması bu iqtisadi tədbirdir. 19 sentyabr 2-yə C bəndidir. Zəruri ərzaq məhsulları bu da iqtisadi tədbirdir. 18-in 23 iyunu 2D-dir. Mədəni tədbiri isə təhsil müəssisələrinin birləşdirilməsi 18-ci il 28 avqust qərarına əsasən. 3-ə də E bəndidir. Belə bir variant var. Biri A-dan B. Cavab B bəndidir. Onu təmizləyək. Rahat olsun. Milli Şuranın fəaliyyət dövrlərində baş verməmişdir. Yəni, Milli Şura 1918-in 28 mayından 17 iyununa kimi bir daha fəaliyyət göstərib. Bir də ikinci hökumətə öz fəaliyyətini dövr eləmişdi. Növbəti dəfə Milli Şura 1918-in noyabrın 17-sində yenidən fəaliyyətə başlayır. Yəni, bunu nəzərə almalıyıq sual tapanda. Bəli, baş verməmişdir deyir. İstiqlaliyyət bəyannaməsi onun dövründə baş verir. Bir var. Bir varsa A bəndini, E bəndini çıxırıq. Xəzər hərbi donanmasının yaradılması. Xəzər hərbi donanması 1919 5 avqustudur. Artıq bu zaman qanunverici orqan olaraq parlament fəaliyyət göstərirdi. Ona görə də Milli Şura öz fəaliyyətini dayandırmışdı. Bir daha deyirəm, 28 maydan 16 iyuna 18-ci ildə bir fəaliyyət dövrüdür. Bir də ki, deməli 1918-17 noyabrdan 1918 7 dekabrına qədər bir dövrüdür. Biz isə aid olmayan tapırıqsa 1 aiddir. Aid olmayan 2-dir. Gürcüstanla hərbi müdafiə paktı 19-a düşür. Ümumiyyətlə Milli Şura öz fəaliyyətini 1918-də mövcud olmuşdu, fəaliyyət göstərmişdi.
Fəaliyyət dövrü 18-ci ili əhatə edir. 2 19-a aiddir. 1919-un 5 avqustudur. 3 də 1919-un 16 iyunudur. 2-3 var cavabda. Dövlət bayrağının qəbulu. Bu çox maraqlıdır. Burada çaşdırmaq üçün qoyulub bu sual. 1918-in 9 noyabrında o zaman hələ ikinci hökumət Milli Şuranın fəaliyyətini həyata keçirirdi. Milli Şura yenidən öz fəaliyyətini 17 noyabrda bərpa etdiyinə görə cavab 4 olmayacaq. Azərbaycan parlamentinin yaradılması haqqında qanun, bəli, 1918 20 noyabrında Milli Şura tərəfindən qəbul edilir. Cavab burada aid olacaq 2, 3, 4 də cavab. Yəni 5 Milli Şuranın fəaliyyət dövrünə düşür, 1 də Milli Şuranın fəaliyyət dövrünə düşür. Cavab B bəndidir. Növbəti sual. Xalq Cümhuriyyətinin dövründə baş vermiş hadisələrin ardıcıllığına baxaq. Bunu qeyd edək ki, siz biləsiniz. Deməli, Osmanlı ilə dostluq müqaviləsi 1918 4 iyul. İyun. Təbrizdə konsulluq 20-ci il yazaq. Qarabağ General Qubernator 19-cu il. Kommunist Partiyası da 20-nin fevralındadır. 20-nin fevralı yazaq. Burada ikinci variant isə 20-nin martıdır. Deməli, burada necə olacaq? Birinci cavab 1-dir. 1-dən sonra olmalıdır 3. 19-un 8 yanvarı. Sonra 3-dən sonra olacaq 4 fevralda baş verən 1, 3, 4. Sonra isə təbii ki 2 martda baş verən 1, 3, 4, 2 cavab bəndidir. Sonra nə baş verəcək burada indi? Buna baxaq, bunu siləyim. Növbəti axırıncı sualımız isə AXC-nin 18-ci ildə həyata keçirilən tədbirlərinə aiddir. Yəni, hadisə 18-də olmasın. Onu tapmalıyıq. Zəruri ərzaq məhsulları 18-in 23 iyunundadır. 1 var. Deməli, cavabda 1 olmamalıdır. Dövlət Bankı 19-cu ildir. 19. Əks inqilabla mübarizə təşkilatı. Yadda saxlayırsınız. 19-cu ildir. Sonra müəssisələr məclis seçkiləri haqqında qanunda 19-cu ildir. Cavab 2, 3, 5. Cavab C bəndidir. Bu qədər əziz şagirdlər, növbəti deməli çətinlik çəkdiyiniz əgər mövzular varsa, zəhmət olmasa rəylər bölümündə yazın. Biz isə o mövzulara sizə video dərslər hazırlayaq.